Salam, Mehriban xanım, vitse-prezidentimiz, birinci xanımız, Mehriban xanım, prezidentimiz İlham Əliyev, cənabları, qazilərimiz, veteranlarımız, şəhidlərimiz, Allah rəhmət eləsin. Xomeynimizi də Allah rəhmət eləsin. Onların da qara bayramıdır. Siz elə biləsiniz ki, mən saçımı düzəltməklə, mən də düzdür, onların qara bayramlarıdır. Mən də onlara baş əyirəm. Allah rəhmət eləsin. Buradakılar da kimyası saxlayır. Demək istəyirəm ki, insan təmiz saçını düzəltmək, özünə təmiz baxmaq o demək deyil ki, sevinirsən. Həmişə insan gərək özünə baxmalıdır. Mən də sabah qadınların bayramıdır. Düzdür, nə bayram? 8 mart da düzdür, qadınların bayramıdır. Amma mən demək istəyirəm ki, özümün təmizliyimə görə gəlmişəm. Vallahi insan indi at ilidir də. Allah eləsin ki, bu at ili bizə düşsün, yaxşı olsun at ilində. Sonra başı bağlı qızlarımız var, xanımlarımız var, həc xanımlarımız var. Hər yanda, Rusiyada ailəvi gedən xanımlarımızı bayrama görə mən təbrik edirəm. Səhər tezdən durub xanımlarımız, kasıb adamlarımız gedirlər nənəmin təndirində işləməyə. Sonra nə deyim, elə bazarda işləyən qadınlar da ehtiyacları olmasa, onlar gedib zəhmətlə oturub soğuqda dayanıb, mal satmazlar. Bunlar hamısını təbrik edirəm. Qazilərimizin yoldaşlarını, necə yoldaşlarına baxırlar, onların nazını çəkirlər, veteranlarımızın, hamısı xanımlarımızı, Mehriban xanım sizi də təbrik edirəm. 8 martla Arzu xanımı, Leyla xanımı, gəlininizi təbrik edirəm, Alyonanı, hamısını təbrik edirəm. Milli Məclisdə Sahibə xanım, sizi də təbrik edirəm. Gözəl xanımımız, Səbinə xanım, Zahid Oruç cənabının yanında işləyən xanımımızı, sonra nə deyim, mənə kim kömək eləyib, Lətafət xanımdır, qeydiyyatın böyüyü, bütün rəisi, onu da mənə kim köməklik eləyib, öz xalam qızları, daim qızlarını, bizim qızlarını, tanış bilişimi hamısını təbrik edirəm. Salonda işləyən bütün başı bağlı qızımız var burada. Mənə başı bağlı qızımız çəkilmi çəkir. Burada salonda işləyənlər, qızlar hamısı biri çay getirir, biri saç yuyur, əziyyətdir, zəhmətdir, səhər tezdən çıxırlar evdən, gəlirlər bir parça çörəyə görə. Müdürlər də burada çoxdur. Ümidə də Allah can sağlığı versin. Bizim ümidimizi heç vaxt yaddan çıxartmıram. Mən onun da ailəsinə, bütün kim var orada, onların ailəsində, onları da təbrik edirəm. Can sağlığı, uzun ömür, nə deyim sizə, bütün qadınları təbrik edirəm. Allah can sağlığı, uzun ömür, Allah elə eləsin ki, Allaha qurban olum. Namazımda həmişə deyirəm ki, müharibə olmasın, yaxşı olsun. İranda da, heç bir yerdə insanlar necə deyim sizə, müharibədə özünüz bilirsiniz də necədir. Mən siyasətçi deyirəm, o ana balaca uşaqlarımız var, nəvələrimiz var. Amma əmin-amanlıq olsun. Deyir, bir parça quru çörək yiyeyim, elə deyirlər də. Amma ki, müharibə olmasın. 20 yanvarı özünüz gördünüz də, nə əziyyət çəkdi cəmaat, rəhmətə gedənlər oldu. Özümüz də elə. Ona görə hamısı mehriban olsun, barışsınlar, bu il bizə düşsün. Başı bağlı qadınlarımız var, meçidlərdə həc xanımlarımız var. Hamısını təbrik edirəm. Allah can sağlığı, uzun ömür, bu il bizə yaxşı olsun.